Ulu öndər Heydər Əliyev siyasətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qürub yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Azərbaycanın uğurlu gələcəyi təmin olundu. Ümummilli lider istər 1969-82-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə də 1982-87-ci illərdə SSRİ kimi nəhər dövlətin rəhbərlərindən biri olduğu vaxtlar özünün idarəçilik istedadı, misilsiz işgüzarlığı sayəsində Azərbaycanı keçmiş ittifaqın ən qabaqcıl respublikası kimi tanıtmağa nail olmuşdur. 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Nazirlər Soveti Azərbaycan SSRİ-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında qərar qəbul etdi. Bu, həmin zaman üçün təbii ki, çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində 1971-75-ci illərdə Azərbaycanda məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazanıldı. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş Sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Bu illər ərzində pambıq məhsuldarlığı 29, tərəvəzin məhsuldarlığı 37, meyvənin məhsuldarlığı 45, taxılın məhsuldarlığı 48, üzümün məhsuldarlığı isə 51% artmışdır. Respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə kənd təsərrüfatında Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yeniliklər öz səmərəsini verirdi. Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqlardan və xüsusilə əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdirilməyin mümkünlüyünü sübut etdi. Bu sahədə sözün əsl mənasında dönüş yaratdı. Ulu öndərin 34 illik hakimiyyəti dövründə respublikamız əsrlərə bərabər yol keçmişdir. Bu dövrlər ərzində Heydər Əliyev 1969, 1972, 1977, 1981 və 1998-ci illərdə Salyanda səfərdə olmuşdur. Bu səfərlərində Ulu öndər Oktyabr, Yeni Muğam, Bəşirabad, Frunze adına Mirzə Fətəli Axundov adına kolxozda və təsərrüfatlar arası malqara köçəltmə birliyində olmuşdur. O, pambıq sahələrini gəzmiş, kənd zəhmətkeşləri ilə mehriban görüşüb və onlara öz tövsiyəsini vermişdir. Mən əminəm ki, 2-3 il içərisində biz bu islahatları həyata keçirsək, həm kənd təsərrüfat sahəsində, həm iqtisadiyyatın başqa sahələrində özəlləşmə proqramını biz həyata keçirsək, aqrar sektorda islahatları həyata keçirsək, bütün başqa sahələrdə islahatları həyata keçirsək, inanın, 3 ildən sonra Azərbaycanın iqtisadiyyatını bugünkü adamlar tanımayacaq belə şeylər. Böyük sıçrayış olacaqdır. Böyük irəliləyiş olacaqdır. Mən buna əminəm. Mən bunu açıqca görürəm. Bizim o qarşımızda olan üfüqü mən görürəm. Ulu öndər Heydər Əliyevin uzaq görənliyi bugün də özünü doğruldur. Düşündükləri reallığa çevrilir. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələri, o cümlədən kənd təsərrüfatında inkişaf qeydə alınır. Yüksəliş bugün də davam edir. Artıq ölkəmiz dünyada kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi tanınır. Əslində belə olmalı idi. Çünki Heydər Əliyev ideyaları zamanla məhdudlaşmır. Onun hədəfləri gələcəyi üçündür. Bizim uğurlu gələcəyimiz üçündür.